Biz indi həccə getmək müsəlman üçün vacibdir də. Vacibdir, amma kimlər üçün? Quran da buyurur ki, vacibdir. Harda buyurur? Deyin birdən. Necədir? Yəni hacı Harda deyir? Deyin, mən sizə ayə ilə deyim də, izah edeyim Bəyə orada. oxudunuz hacı. Deyir, harda deyir? Nədir? Bir də deyin də, Quranda harda deyir, bax. Həc surəsində kim üçün deyir? Kimdə onu deyən? Allah İbrahimə əmr edir, əzzin deyir. İbrahim ki, hansı dinin peyğəmbəri? Heç bir dinin peyğəmbəri deyil. 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 Yes,